Heç olmaz, yaxşıdır. Mən çəkirəm ha sizi. Yaxşı. Mən çəkirəm ha sizi. İçə daş atmaq istəyirdiniz. İçə daş Səni atmaq. yeyəndə yaxşı. Siz sakitcə durub sizi yerdiniz. Saçlar orijinal məni parçalayırdı itdə. Niyə parçalamır? Yox, Sən yarın daş görən kimi atırsan, əyildin daş içində atma. sənə. Hakkı yolun biri gedir. Gel bura, gel bura, gel. 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 Gel bura görüm. Gel. Gel. Gör sen kaçırsan. Bir de sen de ite daş atan görürsen o elbi kıraram senin. Şerefsiz. Ne cındır sen. Ne cındır deyir. Şerefsiz. İç burada gördün de. Gözünle gördün de. Dərxaladı Qurananda olsun. Narkomanxanadır. Seçmələr də. Xırdalanda harda gecə xırdalandadır. Gündüz ayından sonra Azərbaycan xalqı. Demək bu qız düşüb Xırdalanın canına, itləri müdafiə edir, itlərə görə yəni yardımlar yığır, pullar yığılır, hansısa bir qidasını, hansısa bir təminatını təmin edir, belə deyək ki. Bəlkə yaxşı iş görür. Məsəl üçün hamının borcudur. Bugünkü gün mənim də borcum ki, hansısa bir canlıya, hansısa bir qidanı almaq və yaxud da yetərincə də eləyirəm əlimdən gələn imkan daxilində. Onları müdafiə eləmək, hani kimsə onları daşlayarsa bir ən azından bir müdaxilə eləmək, onun qarşısını almaq. Yəni bu bir insanlıq borcumuzdur. Amma sənə kim ixtiyar verir ki, atan yaşda kişiyə şərəfsiz deyirsən? Kimə görə, nəyə görə, itə görə? Sən o haqqı sənə kim verdi axı? Sən nə bilirsən o kişi kimdir? Sən nə bilirsən bəlkə bir şəhid atasıdır, bəlkə hansısa bir əsgərin atasıdır, bəlkə hansısa bir səndən də digərindən də artıq bir qızın hansısa bir gəlinin mi deyək, kiminsə bir deyək atasıdır. Bəlkə bir gözəl bir ailə başçısıdır. Nə olsun ki o daş atıb? Ona haqq qazandırmıram, düz eləmir. Məsəl üçün itə daş atmağı. Sən nə bilirsən ki o niyə daş atır? O kişinin başına hava gəlib, durduğu yerdə itə daş atsın. Bəlkə onun nəvəsi var, oralardan uzaqlaşdırmaq istəyir ki, nəvəmi birdən tutar, qorxar, ən azından tutmasa bir hürər qorxar, ona görə öz ərazisindən uzaqlaşdırmaq istəyir. Sən nə bilirsən? Sən nə ixtiyarla cəmaatı təhqir edirsən? And olsun Allah o adamı, o kişinin yerinə olsa, indi bəlkə də o kişi sosial şəbəkə istifadəçisi deyil, bəlkə də görmür, onun evladlarının yerinə olsa, and olsun Allah mən səndən təzminat alardım. And olsun Allah deyirəm, sənin o təhqirinə, söyüşünə görə. Yəni söhbət nədən gedirsən? Sən özün vurmursan mı başına ki, sən o yaşda kişiyə şərəfsiz deyirsən. Şərəfsiz sözünün sən mənasını bilirsən. Əlavə də mən girdim kommentarlarını oxudum. Kim sənə orada nəsə bir şey yazır, hətta təhqir yazmır ha. Sadəcə bir söz yazır. Başlayırsan onlarda ana qoymursan, var yox qoymursan. Sən nə yolun yolcusan? Sən kimsən axı vəbşə? Mən ümumiyyətcə bu 84-cü ildə Xırdalanda yaşayan biri kimi deyirəm. Axırda da sən onu ünvanlayırsan orada ki, harda cındır var doluşub gəlib Xırdalanda. Düz deyirsən, əvvəl cındırlar yox idi. Bax onu düz deyirsən. Çünki əvvəl insanlar bilinirdi. İtlə insan seçilirdi. İtlərlə insanlar seçilirdi. Başa düşdün mən nə demək istəyirəm? Ged ağlın yığ başına, xalqı təhqir eləmə itə görə. Bu hüquq mühafizə orqanları var, digər qurumlar var, itlərin, canlıların müdafiəsi bir fondu var, qurumu var. Get müraciət elə. Deyirəm bu kişi daşladı onu ona görə elədi. Yoxsa nə haqqla sən cəmaata şərəfsiz deyirsən? Yəni o kişinin prosta yiyəsi bilmirəm görüb yoxsa yox. And olsun Allah sən birbaşa şəxsiyyəti təhqir edirsən, Azərbaycan kişisini təhqir edirsən. Sən belə itləri müdafiə eləyənsən, yenə deyirəm, gözəl əməldir. Amma Leyla Əliyevanın itlərin saxlama mərkəzi var. Yolla ora. Keç 5-10 manatına belə baxıram səhifəndə də yardım yığırsan itlərə. Yəni deyirəm, gözəl əməldir, yaxşı edirsən. Amma yığırsansa o pulları, get həmin pulla vəsaiti ayır, qoy maşınına apar və yaxud da toplam mərkəz var. Toplana zəng elə, gəlsinlər, aparsınlar və yaxud da hansısa bir tədbiri görsünlər. Onlar yetərincə lazımi tədbirləri görürlər, peyvənd nədir onu eləyirlər. Yəni sən bunu durub kimisə təhqir eləməklə itləri müdafiə eləmirsən. Sadəcə bir Azərbaycan kişisini təhqir edirsən. Bir Azərbaycan kişisini bu xalqın içində təhqir edirsən. Hələ altdan da bəziləri yazır o kişi haqqında artıq əskik yazır. Ağlınızı yığın başınıza. Azərbaycan kişisini bir heyvana görə təhqir eləmək nə özü bir şərəfsizlikdir. Qaldı bu bir məsələyə. Xırdalanı əgər bu Xırdalanda yaşayırsansa, təzə gəlmələrdənsən. Yəni heç kim də pis başa düşməsin. Elə Xırdalanı pis günə qoyan təzə gəlmələr oldu. İraq yaxşılarından, hamıya şamil eləmirəm. Xırdalanda yarım milyon əhali yaşayır. Amma əvvəl burada qonşuluq da bilinirdi, dostluq da, insanlıq da, hər bir şey bilinirdi. Burada bir dənə pozğun ümumi Xırdalanda axtarsaydı bir 10 dənə olardı, olmazdı. Amma indi hər etajda bir dənə pozğun var. Hər etajda bir pozğun var. Hər blokda, hər mərtəbədə bir pozğun var. Hamısı da bu gəlmələrdir. İraq yaxşılarından, yəni ki, heç kimə o pis adam, mən o yaxşı insanlara, qeyrətli insanlarla işim yoxdur. Harada at-xot var, gəldi. Sən özün də təzə gəlmələrdənsən. Yəni sən bil ki, mən nə demək istəyirəm. Yəni biraz özünə düzən ver. Gəlib Xırdalanda burada köhnə elə təzə adət gətirmə. Başa düşürsən? Burada vaxtilə biz itləri də müdafiə edirdik, hər bir şey. Sən get birinci otur, papağını qoy qabağına, fikirləş gör. Azərbaycan kişisini təhqir eləmək qanun qarşısında da nədir? Belə vicdan qarşısında da nədir? Elə müdafiə eləyənsən, Xırdalana canın yanır. Buranın sakini olmusan da təzəlikcə deyil. Xırdalanda İraq dədələrindən, analarından it kökündə yaşayanlar var. Ged onlara da yardım yığ da. Nədir? İnsanlıq ancaq bu heyvanlar haqqında sənə buyurulub ki, ancaq heyvanlara qayğı göstər.
Get biraz onlara da yardım. Yox, biz də deyək ki, bərəkallah, bu xanım, Azərbaycan xanımı canlılara yəni qayğı göstərdiyi kimi bu sakinlərin də qayğısını çəkir. İt kökündə yollarımız var. Get onlara da müdaxilə elə də. Niyə eləmirsən? Sən də sonradan gəlib burada xırdalanda özündən şey çıxartma, konser çıxartma. Azərbaycan kişisini, Azərbaycan vətəndaşını təhqir eləmək heç kimin başı üçün deyil. Başa düşdün? Altda da o kommentarlarda da yazanları söyməyə, sən birbaşa qanun qarşısında da belə hər cəhətdən də sən cavab veriləsi bir adamsan. Yəni ona görə də biraz özünə düzən ver. Allah xalqımızı qorusun. Buradan da köhnə xırdalanları salamlayıram. Ümumən xırdalanları salamlayıram. Köhnə xırdalanları niyə vurğuladım? Onlar məni yaxşı başa düşər ki, mən köhnə xırdalanda böyüyən bir İnsan kimi mən buranın hər bir şeyini bilirəm ki, burada atmosfer hansı olub, nə cür olub və insanların canlılara və yaxud da insanlara olan qayğısı, diqqəti necə olub. Allah xalqımızı, dövlətimizi qorusun.